Salam, hər vaxtınız xeyir olsun. WhatsApp kanalında paylaşdığımız belə bir sual vardı. Amma bu sualı heç kim doğru cavablandıra bilməmişdi. Hamı C variantı yazmışdı. Amma ki, təəssüf ki, doğru deyil. Doğru həllini deyərəm sizə. Biraz fərqli tip sualdır. Deməli, nə edirik burada? Əvvəlcə burada, baxın, bir perpendikulyar indiririk buradan. Biraz səliqəli formada indirə bilsək. Ondan sonra bu A-dan da bir perpendikulyar indiririk. Yəni, gəlib burada 90 dərəcə əmələ gətirdi. İndi baxın, bu ABC üçbucağına baxanda 30 var, 75 var, 60 var. Onda bu hissəyə, bu balaca hissəyə də 15 dərəcə qalır ki, bütün ABC üçbucağının daxili bucaqlarının cəmi 180 dərəcə eləsin. İndi baxın, burada 90 dərəcə var, bunu bildik. Sonra burada siz buraya bir K deyək. AKS üçbucağına baxsaz 90 var, burası 15 var. Onda burası da ki 45 olmalıdır ki, bunu biraz səliqəli formada yaxınlaşdırıb qeyd edirəm ki, çox ilişməsin. Şəkil biraz balacadır. Burası 45 dərəcə olmalıdır ki, yenə hamısının cəmi 180 dərəcə olsun. Fikir versəz, burası cəm 75 dərəcə oldu. Bizə lazım olacaq. Yadınızda saxlayın. İndi baxın. Burası 45-dir, 90-dır. İndi AKD-yə baxsaz 45-90 varsa, burada 45 qalır. Onda bu nə oldu? Bərabər AKD bərabər yanlı düzbucaqlı üçbucaq oldu. Onda burası x olsa, burası da x olar. Onda yəni ki, bərabər yanlı düzbucaqlı üçbucağa görə katetlər x-x-dirsə, hipotenuzda x köşdə 2 olur. Aha, bu belə. Ondan sonra baxın indi. Üçbucaq AKS və buradan bir perpendikulyar endirirəm. Və baxın, burası 75, burası da 75-dir deyənə, bu ABC üçbucağı bərabər yanlıdır. Bərabər yanlı üçbucağı da həmin hündürlük, həm median, həm tənbiran olduğu üçün bucağı, yəni 15-15-ə bölər. 30-da axı. 15-15-ə bölər. 11-sini qeyd etmirəm, çox qarışıq görsənməsin. Bildiniz də 15-15-ə bölər. Və bir də tərəfdə yarıya bölər. Həmçinin median oldu da. Bu bərabər yanlı üçbucaqda oturacağa endirilmiş hündürlük həm median, həm tənbiran olur. Tərəfi də yarıya böldü. İndi baxın. Üçbucaq AKS ilə üçbucaq, deməli, bunu da H adlandıraq. Üçbucaq AHS bərabər üçbucaqlar olur. Niyə bərabər olur? Çünki burada, baxın, bucaq 75, 15, 90-dır. Bu AHS-də. Həmçinin AKS-də də, baxın, 15 var, 90 var və 75 var. Onda bucaq tərəf bucaq əlamətinə görə bunlar bərabərdirlər, üçbucaqlar. Bərabərdirlərsə, bərabər üçbucaqlarda bərabər bucaq qabağındakı tərəflər bərabər olmalıdır. 15-in qabağındakı AKS-də x-dirsə, onda bu AHS-də də burası x olacaq. Onda yarı-yarı bölünmüş deyəni burada x eləmiş oldu. Üstü qutardı. İndi bizdən istəyirlər ki, AD-nin, AD x köşdə 2-dir. X köşdə 2-nin nəyə nisbəti? B, C-yə nisbəti. O da 2x-dir. X-lər burada ixtisar düşür, qalır köşdə 2 böl 2. Yəni, A bəndi eləmiş oldu doğru cavabımız. Bunun izahı bu qədər. Sağ olun.